Sabahınız xeyir olsun. Hal-hazırda ölkə xaricindəyəm, amma buna baxmayaraq sabahımı rəngarəng Zaurun efiri ilə açdım. Öncəliklə dərin təşəkkürümü bildirirəm mahnımızı və uğurumuzu paylaşdığınız üçün. Ofeliya xanım olubdu qonaq. Ofeliya xanımın səsinə heyranam, onu çox sevirəm. Şəxsi münasibətimiz yoxdur, amma tanıyıram. Yandakı bəyi şəxsən tanımıram, Rovikin vasitəsilə tanıram. Yəni Rovikin səhifəsində görmüşəm, onunla dostluqları var. Bəli, bizim mahnımız bir günə 170 minlik artıq vurubdu. Digər mahnımız da elədir. Mən Ülvi ilə olan mahnıma, nə də öz mahnılarıma heç vaxt sponsorluq qoymuram. Bircə dəfə öz mahnımızda qoymuşuq, bu qədər. Bu Ülvi ilə olan duetlərimin heç birində pul yoxdur, pul qoyulmayıb. Əgər hardasa görsəniz ki, sponsor kimi və ya reklam kimi bizim mahnımız YouTube-da və ya başqa platformalarda çıxıb, onu çəkin paylaşın. Yəni, mən bir dənə şey istəyirəm sizdən. Mən bayaqki video yarımçıq qaldı, onun üçün davamını çəkirəm. Mən bir şey istəyirəm sadəcə. Olarmı ki, öz millətimizin, uşaqlarının, nə bilim, uğurlarına hamımız bir nəfər kimi sevinək? Olmazmı ki, bunun yanına nəsə qoşmayaq? Yəni, bu paxıllıq nəyə lazımdır? Bu heç yaxşı bir şey deyil. Mən ümumiyyətlə vətənimin balasının uğurunu görəndə öz uğurum kimi qəbul edirəm. Fərqi yoxdur hansı sahədə olur olsun. Bunun yanına nəsə qoşmağa gərək yoxdur. Yenə deyirəm, mən NK Media Nadir Kərimovla çalışıram. Araşdıra bilərsiniz. Mənim heç bir mahnımda, hələ Ülvi ilə olanda ümumiyyətlə 1 manat belə pul qoyulmayıb. Sponsorluğa heç qoyulmayıb. Mənim kütləmin, nə də mənim, nə də Ülvünün buna ehtiyacımız yoxdur. Buna ehtiyacı olanlar eləyir. Deməli, bu səhərimizi yenə rəngarəng verilişi ilə açmışıq. Zaur bəyə və rəngarəng verilişinə çox təşəkkürümü bildirirəm ki, yəni bu qədər operativ yanaşdıqları üçün bu məsələyə. Və ilk öncə bunu qeyd edeyim ki, nə Aysunun, nə mənim əlavə ekstra reklama ehtiyacımız yoxdur. Bizim yetəri qədər kütləmiz var. Bu bir. İkinci məsələ. Orada bəzi ittihamlar var ki, hansı ki əsassızdır. İttiham edirlər ki, YouTube-a gərək biz də pul qoyardıq falan filan kimi. Yəni siz qoya bilərsiniz, biz amma YouTube-a zaten pul qoymamışıq. Və bunun əksini iddia edən varsa, sübut edə bilən varsa, hətta mən pul mükafatı qoymağa belə hazıram ki, yəni kimsə bizim videoların hər hansındasa sponsorlu reklam sözü altında, yazısı altında bizə bir screenshot atsın və yaxud da başqa bir şey. Yəni bu mümkünsüzdür. Kimsə çörəyi qulağın dibinə yemir. Konkret olaraq hər hansısa videoya pul qoyub onu qabağa çəkmək istəyirsənsə, orada sponsorlu reklam sözü yazılır. Bu belədir və bunu da hamımız bilirik. Biz hamımız işimizdə, gücümüzdə adamlarıq. Əgər bir günə 150 min plus baxışa yığmaq olsaydı, mən bunu 10 il ərzində eləyərdim. Mən 10 ildir mahnı çıxardıram, mahnı oxuyuram, söz yazıram, musiqi bəstələyirəm. Bütün həyatımı musiqi ilə qurmuş adamam. Yəni bunu çoxdan eləyərdim, əmin olun. İkinci məsələ, bizim klipin çəkildiyi məkanın təkrarı. Elə şey olur, nə danışırsınız? Bura Möcüzəli Xızı dağlardır. Bura hamımızındır, sənin, mənim, onun, bunun. Və bizim komanda o qədər böyükdür ki, yəni biz bir kamerayla gedib haradasa nəsə çəkmirik Aysunla. Bizə sadəcə deyirlər ki, filan geyimi geyinin, zəhmət olmasa filan saatda filan yerdə olun. Vəssalam. Və bu videonda klipi də çəkən rejissorumuz Baxsi babadır. Yəni sağ olsun. Bizə heç bir əziyyət vermir. Yəni gedirik məkana, hər şeyi özləri tapırlar və onu orada çəkirik, çıxıb gəlirik. Yəni biz belə işləyirik. Professional yanaşırıq mövzuya. Ay, mənim məkanım, sənin məkanın, elə bir şey yoxdur.